Gözəl və sağlam dişlərə sahib olmaq hər kəsin arzusudur. Amma çox təəssüf ki, bu hamıya nəsib olmur. Dişlərin sağlam olması üçün mütləq düzgün qidalanmaq lazımdır. Həkimlərin fikrincə davamlı olaraq qəhvə içmək dişlərə ziyandır. Buna görə də onlar qəhvəni südlə içməyə məsləhət görürlər. Ümumiyyətlə isə çay və qəhvə şəkərsiz və ya az şəkərli içilməlidir. Qara şokolad isə dişlər üçün çox xeyirlidir. Çünki onun tərkibində olan yağlar diş çürüməsinin qarşısını alır. C vitamini xarici görünüşümüzlə yanaşı dişlərə də müsbət təsir göstərir. Bu vitamin isə alma, çiyələk, kivi və sitrus meyvələrinin tərkibində çoxdur. Elə buna görə də həkimlər bu meyvələri mütəmadi qəbul etməyə məsləhət görürlər. Yemək yedikdən sonra süd için və ya pendir yeyin. Çünki ağartı məhsulları dişləri kalsiumla təmin edir. Meyvə və tərəvəzlərdən isə bol istifadə edin. Bu nəinki dişlərə, eləcə də bütün orqanizmə xeyirlidir. Daha hansı qidalar dişlərə xeyirlidir? Sağlam dişlərə necə sahib olmaq olar? Bu və digər sualların cavabını isə studiyamızın qonağı cavablandıracaq. Odur ki, süfrəmizi izləməyə davam edin.